Mən Əliyev Əliağa, İsmayıl rayon Lahac qəsəbəsində anadan olmuşam. 2005-2016-cı illərdə həmin tam orta məktəbdə təhsil almışam. 2020-ci ildə keçirilən test imtahanında, kolleclərə qəbul imtahanında İsmayılı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olmuşam. 2022-ci ildə həmin kolleci bitirəndən sonra 2023-cü ildə keçirilən imtahansız qəbul, yəni subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı 95 diplom balı ilə Azərbaycan Dövlət İqtisad Universiteti UNEK-ə dövlət sifarişi əsasında informasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşam. Hal-hazırda da həmin ixtisasın 3-cü kurs tələbəsiyəm. İsmayılı Dövlət Humanitar və Texnologiya Kollecinə kompüter şəbəkələri və hesablama texnologiyalarının təmili və servis xidməti ixtisasında təhsil alırdım. 2023-cü ildə isə qəbul olduğum UNEK-də informasiya təhlükəsizliyi ixtisasıdır. Bu ixtisasla bərabər eyni zamanda UNEK-də işə qəbul prosesində uğurla keçərək hal-hazırda həmin universitetin də tələbəsi olmaqla yanaşı həm də bir əməkdaşıyam. UNEK Rəqəmsal Texnologiyalar Departamentinin IT mütəxəssisiyəm.